Ayağını yuxarıda saxla, faydaları saymaqla bitmir. Dərdlərinə dərman olacaq. Diqqətlə qulaq as, sənə heç bir həkimin verməyəcəyi məlumatı verəcəm, bir müalicə üsulundan danışsam. Amma əvvəl ekrandakı ürəyi qızart, profilin üzərindəki üstəgələ işarəsinə toxun və videonu hər kəslə paylaş. Hər gün axşam yatmamışdan əvvəl 20 dəqiqə ayaqlarını 90 dərəcə bucaq altında yuxarıda saxlasam, mədə və bağırsağının işi yaxşılaşacaq, şişkinlik azalacaq, ayaqlarda olan ödəm, gərginlik aradan qalxacaq. Xüsusən də günün böyük bir qismini ayaq üstə keçirdən insanlara çox yaxşı təsir bağışlayacaq. Qan dövranı yaxşılaşacaq, mərkəzi sinir sisteminin fəaliyyəti yaxşılaşacaq, emosiyalarınızı yaxşılaşdıracaq, gərginliyinizi azaldacaq, yuxuya getmənizi asanlaşdıracaq. Osteoxondroz ağrıları, beldə baş verən qrij ağrıların azaldacaq. Bu cür faydalı videoların davamı üçün profili takip elə ki, hər zaman sağlamlığının qeydinə qalan. Nəzərə açın, balaoğlanla sağlam qalasan.